Deməli, sınaq 5-ci sınağa baxacaq birinci qrup. Birinci sual U bərabərdir. Elektrostatik sahanın qüvvə xəttləri bu elektrik yükü mövzusuna aiddir. U bərabərdir Y vurulsun D olduğuna görə U Y ilə doğru düz asılı olacaqdır. Çünki hardan gəldi bu? Ne demiştik? Y beraberdir U bölünsün D'ye göre. U da Y'dedir. Yani intensivlik beraberdir gerginlik böl mesafe. İkinci, müsbət yüklü zərrəcik bir cis elektrostatik sahədə B nöqtəsindən C nöqtəsinə getdikdə elektrik sahəsi ilə qarşılıqlı təsirin potensial enerjisi 66 millijoule azaldı. Bu düstur olarak biz bilirik ki potansiyel enerjinin değişmesi beraberdir Q, Y, D dediğimiz. D dediğimiz mesela için cismi eğer B nöqtəsindən C'ye getirirse D dediğimiz aslında bakın bu hissədir D. Mesela için B, C nöqtəsinə birinci cismi B'den C'ye getirir. Burada D baxırıq ki neçə damağı var burada? 3 damağı. Sonra B'den D'ye getiririk. Bakın fikir verirsiniz mi? Bakın digərini B'den D'ye getiririk. Bakın burada bura kadar getireceğiz. Onda buradaki D hansı D'dir? Görürük əslində. Bakın bu D'dir. Bir de baxırıq buna. Demək B'den C'ye getireceğiz. Sonra B'den D'ye getireceğiz. Bizim için bu Q, Y, D hissesi hansı D'dir demiştik. Bakın buradaki D bu D anlamına gelir. Bakın bu hisse 3 damağı B'den D'ye, yani biz birinci halda yani D, B, C hissesinde 3 damağı, B, D hissesinde ise 4 damadır fikir verirse D, B, D hissesinde 4 dama olduğunu biliriz. Yaxşı, olsun. Birinci B, C'ye göre Q, Y vurulsun D yani 3. Yani 3 deyək ki Q, Y bərabərdir deyir bizim üçün 6 millijoule azalır. Onda Q, Y ifademiz neye beraber olur? 2'ye. Onda B'den D'ye üçün yazacağıq. B, D hissəsi üçün yazsa Q, Y, D olsun. D'nin yerine de ne yazar burada? Buradaki B'den D'ye 4'tür. Onda olacak 4QY. Q'ye de bayağı tapmıştık ki 2'dir. 4 vur 2 8 millijoule necə azalmalıdır. Üçüncü sual. Üçüncü sualda da biz aslında bize deyir ki bu necə sahədir? Qeyri-bircə sahə olduğunu biz bilirik. Deməli bu müsbət yükdən çıxmalıdır. Baxın fikir verirsiniz. Bunu sadəcə biz çəkək, davamını çəkək. Yaxşı, hansı ifadələr doğrudur? Müsbət yüklü zərrəcik. Baxın burada müsbət yüklü zərrəcik sağa doğru hərəkət edir. Onda hansı ifadələr doğrudur? Və biz bilirik ki bu müsbət yük, baxın bu müsbət yük buna təsir edən qüvvə hansı tərəfə olur? Dəf edəcək. Qüvvə də bu tərəfə. Onda F ilə V eyni istiqamətdədir. Onda bu qüvvə necə iş görər? Müsbət iş görəcəkdir. Həm müsbət iş görər, həm sürəti artar. F ilə V eyni istiqamətdədir. Həm kinetik enerjisi artar. Kinetik artarsa potensialı azalardır. Və buradan biz görə biləcəyik. Hərəkətdə yeyinləşən olduğunu görürsən əslində. F ilə V eyni istiqamətdədir. Saha müsbət iş görür, bəli. F ilə V eyni istiqamətdədir. Bir doğrudur. Hərəkət bərabər yeyinləşəndir. Baxın, bərabər yeyinləşən nə anlama gəlir? Yəni təcrid sabit. Burada isə təcrid sabit deyil. Çünki qeyri-bircə sahədə gedir. Ona görə də bu bərabər yeyinləşən olmaz. Tək yeyinləşən olar. 2 səhvdir. Zərrəcin potensial enerjisi artırmı? Xeyr. Sürəti artırsa potensialı azalır. Xeyr, olmaz. Zərrəcin kinetik enerjisi artar. Bir də hərəkət bərabər yavaşandır. Xeyr, bu da olmaz. Cavab 1 ilə 4 olacaqdır. Dördüncü suala baxırıq.
Dördüncü sualda bize ne deyir? C1 C'dir. U1'də 18 voltdur. Yəni sanki baxın, bu U1'i 18'dir. Onda əgərləri ümumi gərginlik 24 volt yazılır. Ardıcıl birləşmədə U bərabər U1 plus U2. Burada U2 olsun. Bura 18 ise onda U2 6 voltdur. Bunu biz bilirik. Çünki cəmi 24 volt olmalıdır. Kondensator bataryasının ümumi tutumunu tapaq. Olsun. Deməli, biz bilirik ki U ilə C necə mütənasibdir? Tərs. Onda yazıram U1 böl U2 bərabərdir. C2 böl C1. Çünki ümumi tutumu taparam. C1 onsuz da C verir. Buradan da C2'ni taparam. Sonra ardıcıl birləşmək üçün C ümumi nə yazaram? C1 vur C2. C1 plus C2 yazaram. Onda U1'im 18 olsun. Yəni onsuz da burada ən yaxşısı. Ben buradan C2'ni rahat tapım. C2 də C1 U1 böl U2. Onda C1'im C'dir. U1'im 6'dır. Da yok 18'dir. U2'im də 6'dır. Onda 18 6 3 edir. Onda C2 oldu 3C. Deməli C1'e C vermişdi. C2'ni de tapdım 3C. Onda C ümumi bu düstura yerine koyacağım. C vur 3C, C plus 3C. Bu da necə? 4'te 3C olarak qalacaqdır. D variantı. Qüvvə xəttlərində təsvir olunmuş nöqtələrdə sahanın potensialı və intensivinin modulu üçün hansı ifadə doğrudur? Biz nə demişdik? Bu bir mənfi yükdür. Potensial qüvvə xəttləri boyunca azalır həmişə. Fikirləşirsiniz, qüvvə xəttləri boyunca azalmalıdır. Ona göre de 2'den 1'e getdikcə azalmalıdır. Ona göre de fi 1 kiçik olacaq fi 2'dən. Yaxşı, bəs intensivlik. İntensivlikdə fikir verirsinizmi? Bu yükün intensivliyi yüke yaxın ən böyük olacaqdır. O da olacaq Y1 bölünsün. Y1 böyükdür, Y2 olacaqdır. 6-cı suala baxaq. Vakuumda elektrostatik sahədə sükunət halından, yani V0 sıfırdır. Tormuz yolunun intensiteden asılıdır. Tormuz yolunun düsturu nedir? V0 kvadratı böl 2A. A'daki birinci sahada A Q'ye böl M'dir. Yani F böl M'in yerine F de Q'ye. Onda yazarım 2Q'ye bölünsün M ve 0'ın kvadratı. Platon'un yok, bu tormuz yolu değil. Tormuz yolu değil. V0 sıfırdır. Onda S beraber V0 T plus AT kvadrat bölü 2. AT kvadrat bölü 2 yazsam A'nın da yerinde Q'ye bölünsün 2M vur T kvadrat. Niye göre onu yazmadım? Çünkü aynı zaman değil. Bakın aynı zaman ərzində S AT kvadrat bölü 2 ile taparım. Onda S Y ile necə mütənasib düz asılıdır gördüm. 7'de de deyir ki bir cis elektrostatik sahaya daxil olur. Qüvvə xətti istiqamətində, əksi istiqamətində daxil olur. İyonun tormuz müddətini hesablayın. Tormuz müddətini də belə hesablayacağım. Tormuz müddətinin düsturu T tormuz V0 böl A'dır. A'nın da yerində Q'ye böl M yazacaq. Olacaq M V0 bölünsün Q'ye. Həllində özünüz çıxardarsınız. 8-ci sual. Hansı maddənin dielektrik nüfuzluğunun 6 ol? Hər hansı maddənin dielektrik nüfuzluğunun 6 olması nə deməkdir? O deməkdir ki, bu maddənin daxilində. Ümumiyyətlə bunu biz keçmişdik. Əslində dielektrik nüfuzluğu epsilon bərabərdir F0 böl F ya da Y0 böl Y. Yani dielektrik nüfuzluğu 6 olması. F0 nedir? Vakuumda qüvvənin mühitdə qüvvə. F məxrəc mühitdir. Yuxarıdakılar, yani buradaki mühitdə qüvvə, Coulomb qüvvəsi. Bu da daha doğrusu vakuumda Coulomb qüvvəsi F0. Vakuumda intensivlik Y0. Aşağıda da
mühitdə F, mühitdə intensivlik Y'dir. Yəni 6 olması nə deməkdir? Vakuumdakı qüvvənin və ya intensivliyin mühitdəki intensivlikdən 6 dəfə böyük olmasıdır. Ona görə də elektrik sahəsinin intensivliyi baxın, deməli elektrik sahəsinin intensivliyi vakuumdakı ilə müqayisədə 6 dəfə böyükdür. Baxın, bu da B variantı. Elektrik sahəsinin intensivliyi vakuumdakı ilə müqayisədə intensivliyi vakuumdakı ilə müqayisədə xeyr. Vakuumdakindən 6 dəfə az olmalıdır. Baxaq görək. Böyükdür. Elektrik sahəsinin intensivliyi vakuumdakı ilə müqayisədə 6 dəfə kiçik deyil. Y variantı olacaqdır. Çünki elektrik sahəsi epsilon Y0 böl Y'dir düstur olaraq. Yəni vakuumda mühitdə intensivlik vakuuma görə 6 dəfə kiçikdir anlamına gəlir. Epsilon 6 nə anlama gəlir? Yəni 6 böl 1 olmasıdır. Vakuumda Y0 6, mühitdə 1. Ona görə mühitdəki vakuumdakindən 6 dəfə kiçikdir anlamına gəlir. 9. Q və 5Q olan iki metal kürəcik bir-birinə eğer məsafədə yerləşir. Bu kürəcik bir-birinə toxunduqdan sonra həmin məsafədə yerləşdirdikdə onların qarşılıqlı təsir qüvvəsi necə dəyişər? Baxın, qulaq asın. Birinci toxundurmadan öncəyə baxacaq. Bunların yükü nə oldu? Birinci halda nə yazaram? K kolon qüvvəsi. Q1'imiz Q'dur. Vurulsun moduldur 5Q bölünsün R kvadratı. İkinci halda isə toxundurur və həmin məsafəyə, yəni R dəyişmir. Həmin məsafəyə qədər uzadır. Toxundursa nə baş verər? Eyni ölçülüklər. Eyni ölçülük kürələri toxundursaq, onların yükləri cəm yük bərabər paylanır. Mənfi 5Q plus Q, mənfi 4Q, hərəsində nə qalacaq? 2Q, 2Q. Onda olacaq K, 2Q vurulsun 2Q bölünsün R kvadratı. Və mən baxıram ki, F1-ci hala məxrəc onsuz R dəyişmədi. Burada sürət dəyişir. Məxrəcdə fikir versəz 5, əmsal 5-dir. Sonra 2 vur 2, 4-dür. Deməli 5-dən 4-ə gəlir. O anlamı gəlir ki, 1,25 dəfə azalmış olub deməkdir. Proton və elektron, elektronslar qüvvə xəttlərinə perpendikulyar daxil olur. Bu elektrik sahəsidir. Biz bilirik ki, qüvvə xəttləri elektrik sahəsində müsbətdən başlayır, mənfidə bitir. Ona görə bu hissəyə müsbət deyəcəyik, bu hissəyə mənfi. Proton necə yükdür? Müsbət yük, elektron mənfi yük. Onda müsbət hara doğru getməlidir? Mənfiyə doğru, yəni sağa doğru, həm yuxarı, həm sağa doğru. Elektron isə belə deyək, sola meyl edəcəkdir. Baxın, belə gedəcəkdir. Ona görə də proton sağa meyl edər, elektron yox. Proton sağa meyl edər, elektron sola meyl edəcəkdir. Biz bunu görürük rahat-rahat. 11. Elektrik sahəsinin intensivliyi deyir, yekun. Qaydamız vardı. Hər hansında həmin nöqtədə bir müsbət 1 kulon yazacaq. Əslində niyə görə yazırıq? Biz bunu bilirik. Çünki intensivlik vahid müsbət yükę təsir edən qüvvə istiqamətində olur. Ona görə də burada müsbət 1 yazaram. Bu mənfi Q müsbət 1 kulonu özünə cəzb edər. Bu mənfi də özünə cəzb edər müsbət. Amma yuxarıdakı müsbət yük mənfini müsbəti dəf edər aşağı. Onda yekun elə aşağı olacaqdır. Bu da dadaş. 12. İzolyatorda biz burada görürük ki, elektroskop fincanın xarici səthinə toxundururlarsa, yüksüz elektroskopun, fincan buna deyirik biz. Müsbətdirsə, əgər buna toxundursa, hər bir hissə müsbət olacaq. Fincan da, vərəqlər də müsbət olacaqdır. Ona görə də hər tərəf müsbət olacaqdır. Y variantda. 13. 13-də kondensatorla bateriyasının ümumi tutumu deyir, nəyə bərabərdir? Gözəl. Biz bilməliyik ki, bunlar birinci necə birləşirlər. Onda bateriyadan gələnə baxaq. Bateriyadan gələn birinci müsbətdən deyək ki,
axın gəlir, sonra nə edir? Bölünür. Axın bölünürsə, deməli burada bir paralel birləşmələr var. Onda gəlir, baxın, bu vəziyyətdə baxın, bölünür, buradan da bu gəlir. Deməli, mən C1 ilə C3-ü necə götürərəm? Paralel götürəcəm. C2 də ona ardıcıldır. Ona görə də belə bir, ya da ki, bu hərflərlə görmək olur bunu. Bura A yazaram. Siz verdinizmi? A-dırsa, bura A-dır, bura A-dır. Bura B-dirsə, onda bu tərəfimiz C olacaq. C, C. Onda yazaram ki, A, B, B, C, bir də A. B, C'ye bir C2 kondensatörümüz var. Bakın burada bir C2 kondensatörü var. B, C arasında. CA arasında ise 2 tane, bakın CA arasında 2 tane C1, C3 var. Bakın burada bir C1, burada bir C3 var. Bakın gördünüz mü? Onda bu kondensatörler birbirine nedir? Paraleldir. Onda böyle yazarlar bu kondensatör. C2 ardıcıldır. C1 C3'e de paraleldir. Bundan bir görüş. Onda C1'im 2C'dir. C3'üm 3C'dir. C2'm de 3C'dir. Değil mi? C3'üm 4C'dir daha. 4C. Onda bu paralel birleşme topladı 7C. 7C ile de 3C olacak. Ardıca. Bir de baxaq görək. C2'ye 3C yazdık. C1'e 2C. C3'e 4C. Bəli. Bura 7C. 7C ile de 3C ardıcıldır. Onda 7C vur 3C bölünsün. 7C plus C. O da 10C. O da eləcək. Onda 7C. 6C uşaqlar. 6C. 2C plus C 6C. 18C böl 9C. 9'da 18C, o da 2C edecektir. O da Bakıdır. 14'e baxırıq. 14 sabit gərginlik mənbəyinə qoşulmuş kondensatör, deməli U konstant. Deməli D arasındakı məsafəni D 2 dəfə artırıb. Deməli tutum 2 dəfə azalar. Epsilon referansındaki direkt nüfuzu 6 olan dielektrik doldursa da epsilon deməli artır 6 dəfə. Kondensatorun elektrik sahəsinin enerji sıxlığı necə dəyişər? U qoşulmuşsa U konstant olanda enerji sıxlığı epsilon 0 U kvadrat böl 2D kvadratdır. D 2 dəfə artır. Onda 2 dəfə artsa bu 4 dəfə azalar. Epsilon da 6 dəfə artır. 6 dəfə artırsa bu da 6 dəfə yenə də artar. 6 bölü 4 1/5 dəfə artar deməkdir. F olarsa Q1 yükünün Q2 yükünə təsir etdiyi qüvvə, baxın bu müsbəti, yəni bu F1'in 2'ye təsir etdiyi qüvvə F olarsa, onda Newton'un 3-cü qanununa görə F2'nin de 1'e təsir etdiyi qüvvə də F olacaqdır, amma modlu. Müstəvi kondensator yüklendikten sonra gərginlik mənbəyindən ayrıldı. Bakın gördünüz mü? 14. sualda qoşulmuşdur gərginlik mənbəyinə U konstant yazdım. İndi sabit gərginlik mənbəyindən ayrıldı. Ayrılıbsa Q konstant. Q konstant və elektrik nüfuzluğu 9 olan dielektrik elə doldurubsa epsilon 9 dəfə artıb demək, elektrik sahəsinin intensivliyi necə dəyişər? Onda Q konstant olanda elektrik sahəsinin intensivliyi Q bölü epsilon 0 S'dir. Onda epsilon əgər 9 dəfə artıbsa Y 9 dəfə azalacaqdır. Onda A variantı. 17. Bir sahədə S qədər yerləşmə edərkən onun aldığı sürət. Hərəkətə başlayır nə anlamı? Özə sükunət vəziyyətinin hərəkətə başlayır. V0 0 demək.
onda V bərabərdir ya V00 AT'dir ya da V kök altda 2A S'dir. Ona göre de S ile olan düstura göre A'nın da yerine ne yazaram? QY bölünsün M yazarım. O da olacak 2 tane QYS bölünsün M olacaktır. 18. Joule böl klon vurulsun metr. Joule'un yerine klon vurulsun volt yazsam. Çünkü A beraber Q var axı. Klonlar gelecek, qalacaq volt bölü metr. Volt bölü metr də intensivliyin vahididir. U bölü D'ye göre. O da A variantıdır. 19. M nöqtəsində yerləşən Q yükünə təsir edən yüklər tərəfindən təsdiq vəzəcə qüvvə nəyə bərabərdir? Baxın, M nöqtəsində müsbət yükə təsir edən qüvvə. Onda bir bu müsbət yük ona təsir edir, bir də bu mənfi yük M nöqtəsində yerləşən yükə təsir edir. Bu müsbət, bu M-i dəf edər, bu olsun F1 olsun. Bu mənfi yük də bu M-də yerləşən müsbət yükünü özünə cəzb edər, bu da F2. Onda yekun elə F1 əvəzləyici F1 plus F2 olacaq. İstiqamətdə sağa olacaqdır. Bu da C variantı. 20. sualda çox rahat işləyə bilərik. Ne demiştik? Yükü paylayın beraber. Çünkü Q beraberdir CU'dur da. Değil mi? Mesela çünkü ben baxıram ki C1 ile C2 birbirine paraleldir. C2'nin yük ular eynidir, değil mi? C2 ile görüşdə. En güzeli bu olacak olsun. Ne olsun? Burada mesela için Q CO'ya göre eğer bunda Q axsa, bunda 2Q axacaq. Niye göre? Çünkü C'si 2 dəfə çoxdur axı. Eğer bu kondensatorun yükü Q'dursa, bu 2Q'dursa, onda C3'də 3Q olacaktır. Onda yazaq bunda. U1 neye beraberdir? Q bölü C'ye göre Q bölü C. Ama C'si 2C'dir U1'in. İkinciye bak. 2Q bölü 4C. U2. 2Q bölü 4C. Bunu da ixtisar etse de Q bölü C. Gördünüz mü? Q bölü daha doğrusu 2C. U1 ile U2 beraberdir. U3'e baxaq. U3 ne yazılır? U3'e baxın. 3Q bölünsün 6C. U3'də 3Q böl 6C. O da Q böl 2C anlamına gelir. Öyle mi? Q böl 2C anlamına gelir. Gördünüz mü? Onda bu ne anlama geldi? Hamısı beraber. Güzel. Bir de yoxlayaq. Bəli, onda gəlgiqlər eyni çıxdı. Onlar hamısı birbirine beraber diyoruz mu? Bakın, bu məsələlərdə yükü beraber paylayın. Ondan sonra rahat-rahat iş görün. Bəli. N nöqtəsində yenə yekun intensivliyi soruşur. Amma Y1 biz qiymət olaraq tapaq. Ondan sonra istiqamətə baxıb yekunu tapa bilərik. Mesela için Q1 yükünün en nöqtəsində intensivliyi R olsun. Y1 beraberdir K Q böl R kvadratına göre modulda Y'dir deyir. Onda burada da Q2 mənfi Q'dur. Onda yükün modları eynidir. R de eynidir. Onda Y2'nin de intensivliyi Y olacaq. Ama sonra istiqamətə baxıb əməliyyatı davam edə bilərik. İstiqamət tapmaq üçünsə N nöqtəsində müsbət 1 yerləşdirək. Bu müsbət 1 olduğu üçün müsbət 1 dəf edəcəkdir. Bu Y olsun. Bu mənfi olduğu üçün müsbət 1'i özünə cəzb edəcəkdir. Onda yekun bu formada olacaqdır. Onda bir üçbucaq yaratsaq. Ama bunu biraz kısa çekim. Daha doğrusu bir paralelogram yaratsaq. Bu da olsun. Hemen bu üçbucaq. Bu üçbucağın hansı hissəsini tapacağıq? Baxın, yekun, baxın bu hissəsini tapacağım. Baxın bu hissəsi. Görürsünüz? Baxın bu hissəsi. Onda bura Y. Deməli, burada Y'dir. Elə mi? Baxın, burada Y'dir. Onda burada Y'dir. Onda bu bərabər yanlı üçbucaqdır. Değil mi? Elədir. 120'dir. Onda bura 60'dır. Bura 30'dur. Bura 30'dur. Onda biz buna deyə bilərik ki, Y kökdə 3. Baxın bu hissəyə, həndəsəyə görə Y kökdə 3 deyə bilərik.
ya da üçbucağın daha doğrusu Costa teoreminden de y1 y beraber kök altında y1'in kvadratı plus y2'nin kvadratı burada plus olacak. 2y1 y2 kosinüs alfa. Bunu anlamadıysa niye plus olur, niye minus olur? Gələrsiniz deyərəm sizə. Aslında görürsünüz burada kör bucaqdır. Y kökdə 3 olacaqdır. İkinci variant deyir ki mənə birinci kondensatorlara görə eyni tutumlu iki müstəvi hava kondensatoru biri sabit gərginlik mənbəyi ilə qoşulub, digəri isə mənbəyindən qoşulduqdan sonra ayrılıb. Gördünüzmü? Nə demişdik şərtdə? Əgər qoşulubsa, burada birinci qoşulub, deməli burada U konstant götürəcəm. Yəni bax birinci sxemdə U konstant götürəcəm. U konstant. İkinci sxemdə isə ayrılıbsa Q konstant götürəcəm. Və mənə deyir ki, intensiv modul şərt nədir? Kondensator kürələri arasında məsafəni artırdıqda. Deməli hər iki hissədə, hər ikisinin D-ni artırır. D-ni artırsa, onda kondensator tutumu nə olacaq? Azalacaq. Çünki C bərabərdir epsilon, S bölünsün D-dir. Hər iki hissə üçün azalacaq. Onda birinci elə 1'ə aiddir. Kondensatorun yükü azalar. Burada yük sabitdir. Onda U konstant olduğu için Q bərabərdir CO olsun. Birincidə U konstant. D arttığı için S azalırdı. S azaldığı için Q azalacaq. Bu da birinciyə aiddir. Kondensator kürələri arasındakı gərginlik dəyişmir. Gərginlik açın dəyişməz. Elə burada U konstantdır. Deməli, qoşulan hissədə. O da 3 olsun. Kondensatorun kürələri arasında elektrik sahəsi mövcuddur. Təbii ki, hər ikisində mövcuddur. Çünki hər ikisi yüklənib. Elə bil ki, qoşulduqdan sonra biri ayrılıb, biri də hələ də qoşulub. Onsuz da hər ikisində sahə mövcuddur. Bu da 4 hər ikisinə gedəcək. Kondensator elektrik sahəsi enerjisi artır. Elektrik sahəsi enerjisi artanda hardan gələcək? Enerjisi, daha doğrusu enerjisi. Bir U konstant olması üçün yazaq. Bir də Q konstant olması üçün yazaq. Ne zaman artar? C, onsuz da ne demiştik? C azalır, değil mi? C azalırsa W artar. Q konstant olan hissədə. Bunda 5 də bura gedəcəkdir. 1, 4, 5, 2, 3. B variantı. 23'də də bu da çox rahatdır. Tutumunu hesablayaq. Mikrofaradda. W bərabərdir Q kvadratı böl 2C. Buradan C'ni tapsaq, Q kvadratı böl 2W. Sonra da yerinə yazıb özünüz tapa bilərsiniz. Təbii ki, mikrofaradla tapacaqsınız. Onsuz da hər birini mikrojouldur. Bu da mikrokulondur. Onsuz da tərəf-tərəfə mikrofaradla çıxacaq. Yazmasaq da, yəni açmasaq da. Hansı ifadələr doğrudur? Elektrostatik sahə yüklü zərrəcik üzərində müsbət iş gördükdə zərrəcin kinetik enerjisi artır. Əlbəttə ki, artacaq. Niyə görə? Müsbət iş görmə nə anlama gəlir? O anlama gəlir ki, qüvvə sürət istiqamətindədir. Qüvvə, onda F müsbət iş görür. Onda qüvvə də sürət istiqamətdə olsa yeyinləşər. Onda V artar. Onda kinetik enerji artacaqdır. Amma bu səhvdir. Görürsən, müsbət iş gördükdə kinetik enerjisi artmalıdır. Artmalıdır əslində. Potensial, daha doğrusu kinetik artmalıdır. Potensial azalmalıdır. Onda bir səhvdir. Elektronik sahə yüklü zərrəcik üzərində müsbət iş gördükdə zərrəciyin sahəsinin qarşılıqlı təsiri potensial enerjisi azalır. Bəli, çünki YK artarsa YP azalacaq. Deməli, 1, 2 olsun. Sahənin qüvvə xətləri mənfi yükdən başlayır, müsbət yükdə qurtarır. Xeyr, əslində tərsidir, müsbət yükdən başlayır, bu da səhvdir. Qüvvə xətləri qapalıdır. Xeyr, qapalı deyil, qapalı maqnit sahəsidir, bu da səhvdir. Qapalı trayektoriyadır, elektrostatik sahənin gördüyü iş sıfırdır, bəli, çünki konservativ qüvvədir, Coulomb qüvvəsi. 2-5 doğrudur. Yükü müsbət 8Y olan, nə deyir mənə?
8 voltdan 48 volt olan nöqtəsinə hərəkət etdikdə onun potensial enerjisi necə dəyişər? Nə demişdik bayağı potensial enerjiyə? WP delta WP bərabərdir Q fi 2 çıx fi 1'dir əslində. Baxın, W potensial enerjisi fi 2 çıx fi 1'dir. Amma W kinetikin dəyişməsi fi 1 çıx fi 2'dir. Vurulsun Q. Bunu unutmayın. Çünkü A, ikisi de A'dır. A çünkü birinci mənfi delta YP'dir. Ama müsbət delta YK'dır. Neyse, olsun. Onda yükü müsbət 8Y, yani Q müsbət 8Y yazsam, 8Y vurulsun. Fi 2'm de 8 volt, 48 volt, ikinci halda 48, minus 8 volt. Onda fərq elədi 40 vur 8, o da 320 elektron volt. Gördünüz mü? Arttı mı? Bəli, arttı. Nə qədər arttı? 320 elektron volt arttı. Əslində dəyişməsi ilə müsbət artma deməkdir. 26. Ümumi tutumunu tapaq. Ümumi tutum birinci biz bilməliyik ki, bu ikisi necə birləşiblər? Ardıcıl. Ardıcılda, yəni C1 ilə C2 ardıcıldır. Olacaq C1, C2, C1 plus C2. Onda 2 vur 8, 2 plus 8. O da 16, 1 10 da 6. Eləmi? Elədir. Bəs bu C1, C2 ardıcıl, C3'e paralel deyilmi? Bəli, paralelde də onda toplayacaq. Deməli, buranı 1 10 da 6 tapdıq. Plus 4 olacaq 5 10 6 mikrofarad. 27. C1 kondensatorun yükü Q'dur. Gözəl. Baxın, çox bəsit, çox bəsit. C1 kondensatorun yükü neçədir? Q'dur. Əla. Onda C2 kondensatorunda yükü Q'dur anlamına gəlir. Elə mi? Elədir. Amma mən C3 kondensatorun yükünü tapmaq üçün gerek buradaki ümumi C'ləri tapın. Ne demiştik? 3C vur 6C bölünsün 3C plus 6C. 6C. Bu da eləyəcək 18 yok. 18 bölü 9 2C. Deməli yuxarıda oldu ne? 2C. Aşağıda oldu 4C. Onda Q da CO'ya göre onda burada eğer 2C burada 4C'dirsə onda burada Q'dursa burada 2Q olacaktır. Vəssalam. Onda ben bildim artık. C1'e Q, ardıcıl bundan, o da Q'dur C2. Onda C3 de olacak 2Q. Ona göre yazacağım. C2 kondensatorun yükü, C2 kondensatorun yükü Q. Deməli A. C3 kondensatorun yükü 2Q, deməli Y. Kondensator bataryasının ümumi yükü çok güzel. Ümumi yükü bakın. Burada 2Q, burada Q, onda burada olacak 3Q. Burada olacak 3Q. Burada olacak ne? 3Q. Deməli C variantı. A, Y, C olacaktır. 28. Elektrik sahası naqil qırılaraq yola düşüb. Gözəl. Və ne üçün bu naqili quru ağacda yoldan kənara çəkmək istəyən adam naqilə tərəf iri addımlarla yox, xırda addımlarla getməlidir. Əslində nəyə görə? Çünki bir cavabı yazdım, sonra onu izah edeceğim sizə. Əslində xırda addımlarla getməsi biz bayaq nə dedik? U bərabər nə? Y, D. D ne kadar küçük olsa, yani bir addım ne kadar büyük addım olsa, D büyüktür. Mesela 2D, sanki belə bir elektrik sahası çəkdik məsəl üçün. Belə bir elektrik sahası. Bura olsun, sonra olsun məsəl üçün. Burada D, daha doğrusu burada D, burada da 2D arasında. Mesela A, B, C. Mesela çünkü ben bir ayağımı A'da attım, ikincisi B'de attım. D oldu. Ama birini A'da atsam, ikinci ayağımı C'de atsam 3D olacak. 3D olan vaxtı U da 3 dəfə artır. Ona görə də əslində potensiallar fərqi kiçik olmalıdır ki,
daha təhlükəsiz olsun. Daha doğrusu təhlükəni minimuma endirək də belə bir şey deyək. I bərabərdir U bölü L-ə görə. Onda R onsuz da sabitdir. Sənin müqamətindir bu. U dediyim əslində yazmırıq, xırda addımlarla getməlidir. Əslində nə üçün deyir? Çünki xırda addımlarla gedəndə potensiallar fərqi daha az olur. U da az olduğu üçün bizə daxil olan elektronlar, yəni cəryan daha kiçik olacaqdır. Belə deyək. 29. 29'u da görürük ki biz yüklü kürəcik yerləşdirilmiş yüklü lövhələr arasında sərbəst yük buraxılır. Baxın, sərbəst yük buraxılsa, sizcə bu aşağı necə hərəkət edər? Çünki bura aşağı mənfidir, yuxarı müsbətdir. Onda QE qüvvəsi də aşağıdır. Bir də MJ var. Onda təcillə gedəcək. Özü də bərabər təcili birci sahadır axı. MA bərabərdir nə olacaq? QE plus nə? MJ. Sonra S də bərabərdir. AT kvadrat bölü 2 deyilmi? Sərbəst buraxanda V0 0 olur da. AT kvadrat bölü 2. Anı buradan tapacaqsınız. Və T də bərabərdir. Kök altda 2S bölünsün A olacaqdır. Buradan da siz görürsünüz əslində. Baxın, yenə deyirəm, buradan anı, baxın, bu ifadədən anı tapıb, gətirib yerinə qoyacaqsınız. 30. Uyğun üsullardan istifadə etməklə sabit sürətlə birinci elektrostatik sahənin qüvvə xəttə istiqaməti sahəyə daxil olan elektronun tormuz yolunun intensivlik modulunun asılı qrafikini çəkin. Onda düsturuna baxaq, sabit sürətlə deyir. Yəni, onda tormuz yolu V0 kvadratı bölü 2A'dır. Anlı yerində 2QY, yəni anın yerində A bərabərdir F bölü M'dir. F'in yerində də QY bölü M yazır. MV sürət sabit, Y ilə də tərs olacaqdır. Bu qədər. Nəyi başa düşməlisinizsə qeyd edərsiniz, müəllim deyəcəksə.